Biz lekal çıxardırıq, parçanı biçmirik. Ona görə mən bir qat sərmişəm bunu, bir qat. Tikiş payı, sərbəstlik payı, dağlıq payı bunun üstündə tətbiq olunmur. Siz mən orada çəkdiyimi bura çəkirsiniz. Qalan işləri həmin bu lekal hazır olanda parçanın üzərində tətbiq edəcəksiniz. Yaxşımı? Parçanı 2 qat qoyacağıq. Biz parçanı bəli. Emrə xanım da hamınıza onu göstərəcək. Sabahlarını siz eləyəcəksiniz. İnşallah. Parçanı sabah gətirir amma. Mütləq. Mütləq gətirin. Mənə yazırsınız şəxsiyə. Kimdə yoxdursa mənə yazsın. Qəşəng parça. Amma hamınıza qısa geyindirəcəm. Yox, mən qısa geyinmirəm. Onlar mən bura qədər eləyim, bura qədər. Çanaqdan sonra o eləyim də həmin. Niyə yoxdur ki, parçanız var idi orada uzun bir dənə parçanız? Yox, mən deyirəm, yəni mən elə geyinirəm. Geyinmək istəyirsiniz. Hə. Qızlar sərbəst olmalıdır, düz olmalıdır. Diqqətiniz məndə olsun. Mən də. Düz biz bunu çəkirik. Deməli, sizin ölçülərinizi mənə deyin. Deməli, uzunluq Bel dairəsi. Bel dairəsi. Nə qədərdir? 85. 85. Aha, çanaq dairəsi. Çanaq dairəsi 110. 110. Uzunluq da neçə götürürük? 90. 90. 90. Bel dairəsini bölürük. 4-ə. Üstə gəlir 3. Aha, nə qədər eləyir? 24 tam nə qədərsə? 24. 24. Tapdıq 24. Yox, 24 tam. Yox, 21 deyil, müəllimə. Hə də üstə gəl 3, hə 24, 25, bəli. 25 eləmişsən sən. Yəni 5 olanda rahat götürün. Aşağı olanda 24-ü götürün. 5-dən yuxarı olanda bir vahid artırın 25 götürün. Yaxşı qızlar. Ay sağ olun. Yuvarlaqlaşdırırıq. 110-u bölürük. Yəni 3 milli, 2 milli narahat olmayın. Sizə problem yaratmayacaq. Onda 26-sı, onda 27 götürün. Ay sağ olun. Yuvarlaqlaşdıraq, bərabər qoymayaq. 27 sm. Deməli, belimiz oldu 24 xəttimiz, çanaq oldu 27. Mən deməli, çanağın, belin yox, çanağın enində və ətəyimizin uzunluğunda, parça yox, lekal, uzunluğunda uzunluq götürürəm. Nə qədərdir bu? 25 tam, onda 7, 20, 27. 27. Yazı yoxdur, mən götürəcəm. Hanımlar, bu tərəf olacaq qat xətti. Aha. Daha sonra baxırıq Şamma xanımın ölçüsünə, boynun hündürlüyünə, təqribi götürürük 17. Amma dəqiq istəyirsinizsə bilirik də, bel dairəsindən çanaq xəttinə qədər olan məsafədir. 16 sizə balaca gələcək, 17. Düşürük deməli, bel xəttindən çanaq xəttini təyin eləmək üçün. Çanaq xəttinə doğru 17. Bu tərəfdən də 17 düşürük. Və həmin iki nöqtəni birləşdirib çanaq xəttimizi əldə edirik. Çanaq xəttinin uzunluğunu da burada tapmışıq, 27-dir. Aha. Sonra düşürük aşağı, lap təpə nöqtədən uzunluğumuzu. Siz gəlib istəyirsiniz bu tərəfdən də yanardınız, yoxsa bu tərəfdən? Eybi yox. Qat tərəf deməli bu yandı. 90. Yenə də bu başdan götürürsünüz ki, xanımlar düz olsun. 90. İndi bu xətləri yenə birləşdiririk. Evdə aboy və yaxud da qızlar plyonka varsa, belə material siz də gətirin. Onu eləyək. Yaxşı, bunları da saxlayın. Baş hissədən bir dənə deşirsiniz, iynə sap keçirirsiniz, asırsınız bir yerdən. Çoxlu qatdalanmırsınız. Bunları birləşdirdik, çərçivəmizi aldıq. Bu bizim bel xəttimiz, bu bizim çanaq xəttimizdir. Bu isə bizim ətəyimizin ümumi uzunluğudur. Aferin qızlar. Uzunluğudur. Bel xəttimizi neçə tapmışdıq? 24. Deməli, qat xəttindən bu istiqamətə doğru 24 cm qeyd edirik. Qeyd elədik. Çanaq xəttimizi, enimizi bilirik, uzunluğumuzu bilirik. 27. Burada olacaq 27, burada olacaq 24. Bunu da nöqtəliyirik. Olur belə yaxşı yazın onu oradan. Yazın. Necə istəyirsiniz yazın. Yazın, 24, belə yazın. Aha, yazın. 24 cm. Aha. Bu isə 27 cm. Bu da 17. 17 cm. Ay sağ olun. Aha. Bu dişkanın yerini təyin edirik xanımlar. Dərinliyini bilirik ki 3'dür. Yerini təyin edirik.
Deməli, qat xəttindən 24-ü bölürük neçəyə? 3-ə. 8-i qoyuruq. Xanımlar, 2-yə də bölə bilərsiniz. Əynə giyinəndə vıdışqa öz yerini göstərəcək. 3-ə bölün, işinizi sığortalayın, köklüyün vıdışqanı. Daha sonra lazımsa kənara çəkərsiniz. Deməli, bu bizim olacaq. Öndən nə qədər düşürdük? 10 cm. Kənar xəttdən yenə bu 10-u işarələyirik. Buradan da düşürük 10-u bunun istiqamətində. Eyni istiqamətdə və onu birləşdiririk. Çıxamızın dərinliyi nə qədər idi qızlar? 1,5. Deməli, bu mərkəz xəttindən, mərkəz qat xəttindən 1,5 kənara, 1,5 kənara keçirik. Birləşdiririk. Baxın, mən necə çəkirəmsə, tikişdə də o cür eləyəcəksiniz. Görürsünüz, başlayır buradan enliyə, gələ itir. Siz də elə eləyəcəksiniz, yaxşı? Deməli, hündürlüyü bunun oldu 10 cm. Aha, hissələrə bölün, 1,5, 1,5. Aha. Burada bitir, burada artıq bitir. Aha, indi biz başlayırıq birləşdirək. Bel xəttimizi tapdıq, çanaq xəttimizi tapdıq. Bu cür rahat karandaşla, xəttkeşlə, əgər yoxdursa, eyb yox, biraz əlinizlə, qırıq xətlərlə gətirin, daha sonra birləşdirin. Bu daha rahatdır. İç tərəfi ilə məsləhət görmürəm, kənar tərəfi ilə daha yaxşı olur. Qoyuruq. Bu bizim bədən quruluşumuzun formasıdır. Düz gəlmir, biraz aval gəlir. Baxın, onu bizə göstərir. Kəsəndə də bu istiqamətdə. Mənə bir dənə pozan verin, qızlar. Kimdə var? Bunu çəkdiyi xanımlar. Bu bizim lekalımızdır. Mən sizə qeyd elədiyim ətəkdə 3 cm içəri, çölə və yaxud da biraz da artıq hamısını üstündə eləyəcəksiniz. Bax, bunu buradan silirsiniz. Silirsiniz. Sizin lekalınız hazırdır. Kəsəndə nəyi kəsəcəyi mən sizə göstərirəm. Həmişə lekal kəsən kağızla işləyən qarşısınız fərqli olsun xanımlar. Parçaya vurduğunuz qarşısını vurmayın. Var idi qarşısını, kağız qarşısını. Eyb yox. Eyb yox, mən kəsəcəm. Getdi yazılar olsun. Eyb yox, ətən yazarsınız. Yazın da onun üstüne yapıştır. Kızlar, kənarda mənə bir parça hazırlayın. Kəsməyəcək, sadəcə bir şey göstərəcəm. Biriniz parça çıxardın, gətirmişsinizsə. Müəllimə, bu önlə arxa eynidir də. Bir dənə prosto vetiskada olacaq şey. Bəli, bəli. Modeldən asılıdır. Bazada eynidir, düzdür. Amma modeldə fərqlənəcək. Yaxşı? Aha. Bir də nəyə kəsirik xanımlar? Nəyə kəsirik? Hə, vetiskada. Parçada kəsilmir, bu da kəsir. Yox, parçada kəsilir. Parçada qoyanda üstünə bu yerləri artıq məlum olacaq. Sadəcə kontur xəttini çəkəcəksiniz, bitdi getdi. Necəm adam var parçada da kəsər ki, burada kəsin. Siz önce. Yox, kəsmirik. İndi ona görə də mənə bir parça verin. Parça verin mənə. Bunu göstərin. Qəşəng parçadır. Neyin varsa neyin gətirsin şöyle. Mənim kimi sərmirsiniz, qəşəng ütülüyürsünüz. Bir də lekalı yerləşdirəndə çalışırsınız ki, bacardığınız qədər parçanı israf etməyəsiniz. Biraz kəsim etdiyinizdə yer geniş olsun, sizə rahat olsun. Masanız balacaqsa yerdə də kəsə bilərsiniz. Verin mənə, 3 milyonu verin mənə. Mən sizə bir söz demək istəyirəm. Deyin. Orada demək istəyirəm, yəni tikiş xəttlərini orada özümüz qoyuruq da. Göstərirəm, səbirli olun, göstərirəm, səbirli olun. Bunu kim götürüb belə? Kimində bu? Budaydı. Buranandır, buranan. Kim qoyubsa halal olsun buna. Bizim qat xəttimiz haradaydı xanımlar? Qarsağa yaxın, düzdürmü? Ay, sağ olun. Baxın, tən-təninə, əgər ön hissədə ola bilir ki, ön hissədə də razrez ola bilir. Qatlamalı olur, bağlı olur, açıq olur. Əgər ön hissədə
varsa, onda biz onun payını qoyuruq. Buradan xəttini çəkirik, kəsmirik ya. Xəttini çəkirik, yerini qoyuruq, daha sonra davam edirik. Əgər yoxdursa, adi, sap-sadə, mənim sizə çəkdiyim kimi bazılı kroydursa, təməl gəlibdirsə, bu istiqamətdə qata qoyuruq, buranı düzləşdiririk. Ortaya bir ağır bir şey qoyursunuz. Müəllimə, bir onu bilmək istəyərdim. O, lap başdan o düppə düz gəlmir də, biraz maili götürürsən, hə? İndi onu göstərəcəm sizə. Benim tələbələrim hamısı tələskəndir. Nəsə. Səbirli olun, səbirli olun. Səbirli olun. 7-lə qalmış. Xanımlar, bax, sizə əvvəldə qeyd elədiyim kimi 3 sm tikiş payı yanlardan artıqdır. Bu parça icazə verir. Məsəl üçün, bunda problem yaşamayacaqsınız. 2 sm bəsinizdir. Yenə bol bəsinizdir. Yəni, özünüzə güvənli olun. 2 sm bol bəsinizdir. Deməli, nə edirik? Bu kənar xətt olduğu kimi qalır. Kənarları işarələyirik. Düzgün şəkildə işarələyirik. Tikiş payı nə qədərdirsə, tikiş payı nə qədərdirsə, məsəl üçün 2 sm qoyuruq. Gəlin sizin 3 sm-nizi qoyaq bura. 3 sm-mizi qoyduq. Onda bir yarım, Qoyduq. Yox, 3 sm. 3 sm. Bir yarım söhbəti yoxdur. 3. Çaşdırmayın qızları da, çaşdırmayın. Hə, çaşdırmayın. Qızları çaşdırmayın. Mən o məndə demirəm, mən deyirəm, 3 çox. Yenə bunu birləşdirirsiniz. Bir yarım azdır. Azdır. 2 santim yaxşıdır. Biri azdır, 3 də çoxdur. Mən 1 sm qoyuram. 1 sm qoyuram. Hə, 1 sm qoyuram. Təzə başlayanda mən də çalışırdım ki, 1-5 də qoyuram. Ki, nəsə bir problem olar. Baxırsan ki, paltar köhnələr, amma problem olmur. Olmur, ay sağ olun. Sonra xanımlar, Şamlı xanımın qeyd elədiyi kimi, bu orta hissədən yox, kənar kəsikdən 1 sm elə bilin ki, yuxarı qalxırsınız. Baxın, 1 sm. Bel, kloşlarda aşağı sallanırdı. Bel də aşağı sallanırdı. Burada biz yeriyə hiss edirsiniz ki, bu qalxır yuxarı. Eyni olsun deyənə balans, içəri doğru biraz gətiririk. Neçə santimetr məsələn? 1 sm bəsdir. 1,5 bəsdir. Həmçinin ətək hissəsində. Ətək hissəsində də kəsikdən, qatla yox, 1 sm yuxarı qaldırırıq. Biz bunu tutaq ki, kəsmişik. 1 sm kənarın buradan qaldırdığımızı buradan da qaldırırıq ki, ətək əyində düz görsənsin. Qırağa belə qulaq kimi sallanmasın. Bədən onu yığır, proporsiyalar onu yığır ona görə. Yəni, bunları eləsiz xırda şeylərdir. Amma o qədər gözəl alınır işiniz. O qədər gözəl alınır. 1 sm, bax, qat tərəfinə dəymədim ha, kəsikdən. 1 sm buradan qalxdım, 1 sm buradan qalxdım. Bunu hazırladım. Tablçıqanı mən burada aşağı eləmirəm, yuxarı eləmirəm. Necə var elə? Necə var elə? Sadə, rahat kəsdir elədim, işarə elədim. Vaxtımı da almır. Rekal olanda vaxtımı da almır. Bitdi. Kəsmirəm də, hə? Sadəcə göstərirəm. Kəsmirəm. Çünki mənim deyil bu parça. Ay, sağ olun. Qızlar, bu ön hissədir. Yavaş. Nə oldu, ay bala? Onu yuxarıdan geri asağı. Bunu çox qatlamırsınız. Bir dənə uzağı da 2 dənə qatlayın ki, düzüklər əmələ gəlməsin. Eyni olacaq. Bunu da kəsin, arxa hissəsində kəsin. Həm sizdə qalsın, həm xanımlarda. Yoxsa israf eləməyək? Yox, yəni heç bir mənası yoxdur axı. Önü də qoyub, prosta bir dənə 2 cm özüm eləyirəm. İsraf eləmək istəmirsiniz. Yox, ümumiyyətlə deyirəm. Deyirəm yəni ki, eyni şeydir. Yadınızda qalacaq da yəni. Onun. Tək geyməsin, üstə də köynəyi. Köynəyi də sonra. Köynəyi sonra, qızlar. Sonra. Tələsməyin. Bəli, deyil. Bax, mənə də söz deyim. Bax, o mənim dediyim o fason var. Bunu kəsirsiniz, bax, bunu kəsirsiniz. Kəsmin də. Yapışdıra bilərsin. Axıra qədər yetmirsiniz. Ay, sağ ol. Bunu kəsirsiniz, hazırladınız. Bunu belə edirsiniz, elə bir kəsəndə. Bunu hazırladınız, aşağıdan tikiş payını qoydunuz, yuxarıdan tikiş payını qoydunuz, kənardan tikiş payını qoydunuz. 1 sm bəsdir. Qoydunuz, bəs salam. Bunu saxlayırsınız, bunu. Nə qədər büzmək istəyirsiniz?
Məsələn, indi tutalım ki, belə xırda da, belə xırda. Az istəyirsiniz. Soğuk, Az mən istəyirsiniz. bilmirəm, necə məsələn, siz necə məsləhət Hər görürsünüz? tərəfdən 15 sm. Bax bu hissədən hər tərəfdən 15 sm-ınızı qoyun, ümumi gələcək 30 sm. Lap az istəyirsinizsə 10 sm qoyun. Yəni çox bir istəyirəm. tərəfdən artırmayın. Çox istəyirsiniz. Hər tərəfdən 15 sm-ınızı qoyun. Maşında onu büzməyə Hər yığacaq bax. tərəfdən yəni necə dediniz, yəni başa Bu düşmədim. hissədən də, bu hissədən də. Bunu götürdüyün 15, üstünə 15. artırırsan da. Bax, bununla işlədiniz, bitdi, çıxdı, getdi. İndi bunu qoyursunuz. Bir tərəfdən qoymayın. İki hissədən olanda da büzməyə yığılanda gözəl alınır. Yəni bax buna indi 30 verəcək. 15 oradan 15 bir də 15 arxa tərəfdən də elə 15-15. Eynən, eynən. Bəlkə istəmirsiniz arxa tərəf sadə olsun istəyirsiniz. Niyə siz? Elə model də var. Yox, yox, mən bir dəqiqə sizə söyləyim. O elə bir dəfəlik niyə demirsiniz ki, bunu belə eləyib 30 sm artırın? Bax, onu niyə demirsiniz, onu başa düşmürəm. Elə daha gözəl, effektiv olur. Düzgünü odur ona görə. Büzməyə yığışanda bu alınır. Başa düşdünüz? Mən desəm ki, kənardan eləyin. Hə, O bilinəcək ki, siz kənardan eləmisiniz. Mən onu şəxsən biləcəm ki, ancaq kənardan artırmısınız. çox maraqlıdır. Böləndə, büzməyə yığanda mən necə göstərdim sizə qatları. Bəli. Aranı açdıq, kəsdik, birləşdirdik, eyni alındı. Bəli. Hər iki tərəfdən artıranda daha gözəl nəticə alır. Elə bilin ki, düzdür, lekalı düzdür. Büzmələr verilir. Büzmələrə yığılanda eyni forma alınır. Sadəcə büzməli hissəsi. Siz kənardan da buradan artırın. Mənim dediyimə qulaq asın. Yaxşı, bir tərəfdən eləməyin. Bilsəydim elə verərdim bilsərdim. Belə Bilirəm, eləyəcək. bəli. Kişi belə belə edirsən, söyle. Qanı Emrə xanım eləyəcəksiniz. Kələsmək. İstirahətə çıxan eləyəcək. Sən öz ölçündə yufqa çəkəcəksən. Yəni tam göstərdim. Bir dənə çətin Şeyini, olsun. Yadınızda qaldı bu. Emrə xanım da eləyəcək, parçanı verərsiniz. Yaxşı.